Selamun Aleyküm əziz müsəlmanlar. Keçən dərsdə biz təmrini keçdik. Bu gün isə üçüncü qaydamızı, yəni mədd və ona oxşar olan çəkər qaydasını öyrənəcəyik inşallah. Həmçinin buna aid olan müxtəlif sözləri də oxuyacağıq tətbiq etmək üçün. Demək, çoxsaylı ərəb mənşəli sözlər var ki, onlar elə olduğu kimi də bizim dilimizə keçirlər. Məsələn, saat, məktub, dəftər, qələm, islahat, icraat və s. Fikir vermisinizsə, bunların bəziləri bizim dilimizdə qoşa saitlə yazılır. Məsələn, elə mətbəə, saat sözü, həmçinin camaat, təbii, maarif və s. Yəni, bədii sözü. Bu sözlərin hamısı deməli, qoşa saitlə yazılır və bəziləri isə bir hərflə yazılsa da biz onu deməli, həmən o sözdəki saiti uzadaraq oxuyuruq. Məsələn, maliyyə sözü, sabiq, adil, rabitə, xaliq, nadir və s. digər sözlər. İstər birinci qrup sözlər olsun, istərsə də ikinci tip sözlərdə, yəni sait səslər ərəb dilində olduğu kimi uzadılır. Yəni, ərəb dilində necədirsə, bizim dilimizdə də elə uzadılır. Lakin biz indiyə qədər hərfləri öyrəndiyimiz müddətdə sözləri uzatmadan oxuyurduq. Yəni, bəsit sözlər oxuyurduq, haradakı sözləri uzatmaq lazım deyil. Məhz bugün deməli, uzatma qaydasını, yəni məddi öyrənəcəyik inşallah. Mədd deyəndə ərəb dilində uzatma nəzərdə tutulur. Deməli, indi isə mövzunu uzatmadan birbaşa keçək mətləbə. Demək, ərəb dilində 3 uzatma hərfi var. Bunlar əlif, vav və yə hərflərdir. Məncə, misal verib izah etsəm, dinləyicilər üçün daha rahat olar anlamaq. Ona görə də keçək birbaşa misallara. Deməli, burada bu sözü əvvəlcə oxuyaq. Sa, burada əlif var. Biru, sabiru. Deməli, qayda nədir mübarəkdə? Əvvəlcə onu izah edək. Əgər əlif gələrsə, gördüyümüz kimi burada əlif var və onun heç bir hərəkəsi olmazsa, gördüyümüz kimi nə üstündə, nə alt tərəfdə heç bir hərəkəsi yoxdur və ondan əvvəl gələn deməli, hərf isə fətə ilə gələrsə, bu ya uzun A, ya da uzun Ə kimi oxunur. Bu da təbii ki, deməli, qalın və incə olmasından asılıdır hərfin. Qalın hərfi olarsa təbii ki, A kimi, uzun A kimi, incə hərf olarsa uzun Ə kimi oxunur. Dediyimiz qaydanı bura tətbiq etsək, deməli, əlifin altında üstündə heç nə yoxdur və özündən əvvəlki hərfin fəthəsi var. Ona görə burada deməli, hərfin özü də sad hərfidir. Sad hərfi qalın hərflərdən sayılır və burada oxunur sa-bi-ru, sabiru. Başqa bir sözü də götürək. Orada incə hərf olsun. Məsələn, bu sözü oxuyaq. Cə-mə və burada əlif var. Əlifin altında, üstündə heç nə yoxdur. Altında, üstündə heç nə yoxdur və özündən əvvəlki hərfin hərəkəsi fəthədir. Ona görə uzun ə kimi oxunur. Cəməlu, cəməlu. Birinci söz sabiru, ikinci söz cəməlu. Bəli. İndi isə bir neçə misala baxaq ki, tətbiq üçün tələbələr üçün nümunə olsun. Deməli, birinci sözümüzü oxuyaq. Mə, uzatma. Mə-hi-ru, məhiru. Evet, sözümüzə baxaq. Ayn, üzərində fəthə. Ə, burada yenə də uzatma var. Əlimu, əlimu. Evet, söz.
Kə, mə, mə uzanır burada. Kəməlu, kəməlu. Evet, sözümüz. Sa uzadılır burada. Salihu, salihu, salihu. Əlif. Əliflə olan uzatma deməli hərfini öyrəndik. İndi isə növbəti hərfimizi öyrənək. Vavla olan uzatma hərfinə baxaq. Məsələn, başqa bir söz olsun. Baxın, bu bizim üçün deməli vavla olan nümunədir. Əvvəlcə sözü oxumağa çalışaq. Mus, li, munə. Muslimunə. Bəli, burada da qayda nədən ibarətdir? Bundan əvvəlki qayda kimidir, eynidir. Yəni, burada əlif olurdu, indi isə vavdır. Əgər vav olarsa, onun üzərində və yaxud alt hissəsində heç bir hərəkə olmazsa, özündən əvvəlki hərfin, fərqi yoxdur, nə hərf olur olsun, hərfin hərəkəsi dammə olarsa, irmanalı şəkildə uzun U kimi oxunur. Yəni, məsələn, burada gördüyümüz kimi. Muslimunə. Burada uzadılır. Muslimunə. Bəli. İndi isə daha bir neçə misala baxaq tətbiq üçün. Bəli, ilk sözümüz təqumu. Təqumu. Gördüyünüz kimi vav üzərində, altında heç bir hərəkə yoxdur. Özündən əvvəlki hərfin hərəkəsi tammədir. O zaman uzadılır. Təqumu. Təqumu. Evet, sözümüzə baxaq. Yənsurunə. Yənsurunə. Bəli. Daha bir misala baxaq. Yəqu. Burada uzatma var. Yəqulu. 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 Bəli. Ancaq kifayət edir. İndi isə yə hərfi ilə olan uzatma hərfinə baxaq. Qayda necədir? Sözdə necə işlənir? Əvvəlcə nümunəni gətirək. Həmişək kimi. Deməli, əvvəlcə söz oxuyaq. Fi uzatmadır. Filu. Filu. Qayda da eyni şəkildə əlif və vav hərfləri kimidir. Yəni, yənin üzərində və altında heç bir hərəkəsi olmur. Özündən əvvəlki hərfin isə hərəkəsi kəsrə olur. Bu zaman deməli, səsi uzadılır. Filu. Filu. Bəli. Daha bir neçə misalda bu qaydaya uyğun baxaq. İlk sözümüz Əzizu. Əzizu. Burada da yənin heç bir hərəkəsi yoxdur. Özündən əvvəl kəsrədir. Ona görə uzanır. Əzizu. Növbəti sözümüz Həkimu. Həkimu. Bəli, növbəti sözümüzə baxaq. Kərimu. Kərimu. Növbəti sözümüzə baxaq. Ali. Burada uzatma var. Limu. Alimu. Bəli. Bu gördüyünüz sözlərdə və bundan əvvəlki nümunələrdə deməli qırmızı hərflə verilməsi yalnız deməli öyrətmək üçündür. Çünki kitablarda bu şəkildə olmur. Sadəcə olaraq açıq aydın göstərmək üçün bunlar qırmızı rəngdədir. Bəli. Bir də bu məd qaydasına uyğun olan və yaxud da ona oxşar olan deməli başqa bir qayda var. Az öncə demişdik dərsin əvvəlində də. Onun da adı çəkər qaydasıdır. Yəni, burada da deməli çəkər qaydasında da iki hərfin
vasitəsilə olur. Əvvəlcə misala baxaq və onun üzərində izah etməyə çalışaq. Deməli, birinci qaydamız nədən ibarətdir? Əgər Y hərfi nöqtəsizdirsə, yəni altında, ondan da əlavə altda və üstdə heç bir hərəkəsi yoxdursa və ondan əvvəl də fəthə gələrsə, bu nöqtəsiz və nöqtəsiz Y, bu nöqtəsiz Y uzun əlif kimi oxunur. Sanki yəni burada bir əlif var, onun kimi oxunur. Misalımızda da gördüyümüz kimi, deməli, burada oxunacaqdır. M, U, mu uzadılır burada. Vav olduğuna görə mu, s, sə və burada da uzadılır sə. Söz olur musə. Bəli. Deməli, bəzi çaplarda nöqtəsiz yəni üzərində kiçik əlif deməli, işarəsinə də rast gəlmək olar. Məsələn, buradakı kimi. Yəni oxuyucu onu Y-dən fərqləndirsin deyən bu şəkildə də bəzən qoyurlar. Yəni qoya da bilirlər bəzən də bax belə heçnəsiz olur, sadəcə olaraq Y gəlir və nöqtəsiz olur, üzərində də altında da heç bir hərəkə olmur. Yəni eyni mahiyyət etibarıyla eynidir, heç bir fərqi yoxdur. Gəlin bir neçə nümunəyə də baxaq ki, mövzu tələbələr üçün tam aydın olsun inşallah. Bəli, birinci sözümüz ə, l, ə, lə və uzadılır. Ələ. Növbəti sözümüzə baxaq. İ, l, ə, lə və uzadılır. İlə. Mə, t, ə, tə və uzadılır. Mətə. Növbəti sözümüz tə, ə, burada çəkər işarəsi var. Təə, lə, təələ. Bəli. Sonuncu misalımızda olan deməli, çəkər işarəsi Y-nin üzərində deyil. Bəzən belə sözlərin ortasında da çəkər işarəsinə rast gəlmək olar. Yəni, mahiyyət etibarilə eynidir. Xüsusən də Quran oxumaq üçün, asanlaşdırmaq üçün bu cür işarəni tez-tez kitablarda qoyurlar ki, insanlar yəni Quran oxuyarkən böyük səhvlərə yol verməsinlər. Bəli. Və məncə bu misallar kifayət edir birinci qaydamız üçün. İndi isə keçək çəkər qaydasının ikinci nümunəsinə. Əvvəlcə misalımızı baxaq və onun üzərində izah edək. Deməli, bu söz əvvəlcə oxuyaq. Mə, nə, burada uzatma var və tə. Mənətə. Deməli, ikinci çəkər qaydası nədən ibarətdir? Əgər vav hərfi gələr və üstündə kiçik əlif işarəsi qoyularsa, ondan əvvəl də fəthə gələrsə, o zaman deməli, vav uzun əlif kimi oxunar. Deməli, misalımızda gördüyümüz kimi mənətə, mənətə. Gəlin də daha bir neçə nümunəyə baxaq ki, qaydamız tələbələr üçün tam aydın olsun. İlk sözümüz sa, lə. Burada çəkər işarəsi əslində qalsa burada olmalıdır. Bəzən çaplarda belə olur. Yerləri biraz qabağa gedir və yaxud da irəli düşür. Belə şeylər olur. Bu adi bir şeydir. Buna uyğunlaşmaq lazımdır. Hər bir kitabın həm çap xətası da ola bilər ümumiyyətlə. Həmçinin də bəzən belə deyək, aparatın özü xətalar edir və yaxud da ki, proqramlaşdırılanda bu şəkildə proqramlaşdırılır. Ona görə çəkərin hardasa qabağa düşməyi və yaxud da düz yanına düşməyi sizi təəccübləndirməsin. Yəni, mahiyyət etibarilə heç nə dəyişmir. Bunun qanuni yeri burada olmalıdır, lakin gedib qabağa düşüb. İndi isə sözümüzü oxuyaq. Sa, lə, burada uzatma var. Tun, salətun. Bəli, növbəti sözümüzü oxuyaq. Hə, yə, burada uzatma var. Tun, həyətun.
Növbət sözünü oxuyaq. Nəcə uzatma var. Tun. Nəcətun. Burada dediyimiz kimi irəliyə düşüb, lakin bu sözdə isə bayaqlar verdiyimiz birinci misalda isə düz öz yerindədir, yəni hərfin vavın üzərinə düşür. Bəli. Deməli, bununla da mədd və həmçində çəkər qaydasını bitirmiş olduq. Elhamdülillah. Növbəti dərsimizdə inşallah şəmsi və qəməri hərfləri öyrənəcəyik. Suallarınız, dərslə əlaqədar fikirləriniz varsa, videonun altında şərh bölməsinə yaza bilərsiniz. Kanallarımıza, xüsusən də Telegram kanalına abunə olmağı unutmayın. Bu dərsə və bundan əvvəlki dərslərə aid misalları orada oxuyaraq öz biliyinizi daha da möhkəmləndirə bilərsiniz. Videonu bəyənməyi, şərh yazmağı və digərləri ilə paylaşmağı da təxirə salmayın. Məhz bu, videonun daha çox insan kütləsinə çatmasına birbaşa səbəbdir və xeyir işə də səbəb olan o işi görmüş kimidir. Hafizəkumullah. Selamun aleykum.